Salam uşaqlar, funksiyalar mövzusu 4-cü bölməni izah edirəm. Tək və cüt funksiya, artan azalan funksiya. Başlayaq izah eləməyə. Deməli, birinci sual deyir ki, azalan funksiyadır, hansı ifadənin qiyməti kiçikdir? Bir şey deyim, azalan funksiyada tərsi nə olur? Kiçikdirsə, deməli, ən böyüyümüz kiçiyimiz olmuş olur. Yəni, loru dildə belə izah edim azalan funksiyanı. Yemək kimi düşünün. Deməli, düşünün ki, eyni bir tortu bir nəfər yesə, 9 nəfər yesə, yoxsa 8 nəfər yesə, yoxsa 4 nəfər yesə, yoxsa isə heç kim yeməsə, yəni daha çox tort düşmüş olacaq. Daha az, daha doğrusu birinci sualda kiçiyi istəyir. Deməli, təbii ki, 9 nəfər yesə bir tortu, mənə düşən dilimin həcmi daha kiçik olmuş olacaq. Niyə azalan funksiyanı tortunu yemək kimi düşünək? Çünki tortu yedikcə azalmış olur. Ona görə də belə deyək ki, 9 nəfər tortu yesə, mənə düşən tortun həcmi daha kiçik olacaq. Artan funksiyada isə tərsi nədir? Yəni, nə mənada tərsi? Azalan funksiya tərsi nədir? Yəni, azalan funksiyada böyük deyirsə kiçik götürürsünüz, kiçik deyirsə böyük götürürsünüz. Amma artan funksiyada böyük istəyəndə elə böyüyü götürmüş oluruq, kiçik istəyəndə kiçiyi. Artan funksiyanda maaş kimi düşünün. Məsələn, ikinci sualda deyir ki, hansı funksiya artan funksiyadır və hansı ən böyükdür? Maaş kimi düşünmək nə deməkdir? Nə qədər çox işləyirsənsə, bir o qədər çox maaş alırsan. Yəni, düşünün, mən 8 gün işləsəm çox alaram, 1 gün işləsəm çox alaram, yoxsa 9 gün işləsəm daha çox maaş alaram. Təbii ki, 9 gün işləsəm daha çox maaş almış olaram. Üçüncü sualda deyir ki, hansı funksiya azalandır? Xətti funksiyada, yəni y bərabərdir k b funksiyasında k mənfi olarsa, o funksiya azalan sayılmış olur. Ona görə də üçüncü sual D variantıdır. Y bərabərdir mənfi 2-də 1 x. Çünki k'mız mənfi 2-də 1'dir. Dördüncü sualda da eyni qayda ilə x-in qarşısında hansı mənfi olsa, o azalan funksiya olmuş olacaq. Keçirik 5-ci sualımıza. Deyir ki, hansı nə təkdir, nə cütdür? Uşaqlar, ən rahat üsul budur. Gətirirsiniz funksiyada, x-in yerinə tutaq gedirəm. Məsəl üçün deyirəm, 5 və mənfi 5 qoyaq. Məsəl üçün, elə belə dedim, 5 və mənfi 5. Ürəyiniz nə istəyir qoya bilərsiniz. Əgər hər iki halda eyni cavab alarsınızsa, 5 və mənfi 5 qoyub eyni cavab alarsınızsa, deyirsiniz bu cütdür. Əks ədədlər alarsınızsa, deyirsiniz təkdir. Fərqli rəqəmlər alarsaq, deyirik ki, nə təkdir, nə cüt. Deməli, uşaqlar, elə A variantından başlayaq 5-ci sualda. Y bərabərdir x. Yəni 5 qoysam, y bərabərdir 5, mənfi 5 qoysam, y bərabərdir mənfi 5. Görürsünüz, əks ədədlər alınır. Yəni təkdir. Əslində elə görsəndə x-in qüvvəti 1 sayılır. Tək funksiyadır. B variantında da x kvadrat çıx 1'dir. 5 qoysam 25 çıx 1 kök altda 24. Mənfi 5 qoysam mənfi 5'in kvadratı 25 çıx 1. Bu da eləyir 24. Deməli 5 qoyanda da mənfi 5 qoyanda da 24 alınır. Deməli eyni cavab alınırsa bu cütdür. Əks ədəd alınmışsa təkdir. C variantında da yenə qoyanda deməli, y bərabərdir x modul x. Deməli, mən bura 5 qoysam, 5 vur modulda 5 eləyir 25. Mənfi 5 qoysam isə, mənfi 5 vur, mənfi 5'in modulu 5'də. Bu da eləyir mənfi 25. Görürsünüz, əks ədədlər alınır. Deməli, təkdir. Gəlin, D variantını yoxlayaq. D variantında verir x çıx 1'in kvadratı. Əslində, bu nə təkdir, nə cüt. Belə şifadə edə bilərik. Çünki mötərizəni açanda x kvadrat çıx 2x plus 1 alırıq. Bu cütdür, təkdir. Biri cüt, biri təkdirsə bu olur nə tək, nə cüt. Amma belə bayaq dediyim kimi də gəlin həll edək D variantını. Yəni necə x? Yəni 5 qoyuram. 5'in kvadratı çıx 1. Eləyir 4'ün kvadratı 16. Mənfi 5 qoyanda mənfi 5 çıx 1'in kvadratı, mənfi 6'ın kvadratı 36. Fərqli rəqəmlər alınırsa, deməli, nə təkdir, nə cütdür. Oldu D variantı. 7-8, 6-7 də eyni qayda ilədir. 8-ci sualda deyir ki, hansı funksiya azalandı? Deməli, uşaqlar, cüt funksiyalar heç vaxt sırf nə artan, nə azalan olmurlar. Cüt funksiyalar müəyyən yerə qədər artan, müəyyən yerə qədər azalan olmuş. Məsəl üçün, parabola deyək.
Deməli, bu hərəkət yarıya qədər yavaşlayandır, yarıya qədər yeniləşəndir. Loru dildə belə izlənir. Dağa çıxırsan, təngi nəfəs olursan, bu yavaşlayandır. Dağdan düşürsən, rahat düşürsən, bu yeniləşən hərəkətdir, yəni artan hərəkətdir. Yəni ona görə də cüt funksiyalar heç vaxt nə artan, nə azalana aid edilmir. Onlar yarıya qədər artan, müəyyən nöqtədən sonra isə azalan olmuş olurlar. Onlar bütün ədəd oxunda artan və ya azalan olmurlar. Ona görə də uşaqlar, gəlin misalımızı köçürək, variantlarımızı köçürək, sonra onlara görə cavabımızı deyək. Deməli, uşaqlar, cüt funksiyalarımız nə artan, nə azalan olmuş olur. Baxın, cütdür. Deməli, bu nə artandır, nə azalan. X kvadratı, bu da cütdür, nə artandır, nə azalan. Bu da x kvadratıdır, nə artandır, nə azalan. Getdi. Qaldı bundan bu. Gələk bunların karşısına, yəni x kublardan və x üstü 5-in, x üstü 7-nin, yəni x-in tək qüvvətinin əmsalını. Burada mənfi 4-dür, burada isə 7-dir. Təbii ki, 7 artandır, mənfi 4 isə azalan olmuş olacaq. Çünki bayaqları 3-cü sualda da demişdik, karşı mənfi olmalıydı azalan funksiya. Məsələn, 10-cu sual deyir ki, qrafiklərdən hansı tək funksiyadır? Tək funksiya koordinat başlanğıcına nəzərən simmetrikdir. Yəni, uşaqlar, loru dildə desək, 10-cu sualda, koordinat başlanğıcına nəzərən simmetrik olmaq o deməkdir ki, birinci rübü, bura bilirik də birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rübdür. Bilirik ki, koordinat başlanğıcı simmetrik odur ki, birinci rübü qatlayanda üçüncü rübə düşməlidir, ikinci rübü də qatlayanda dördüncü rübə düşməlidir. Yəni, çarpaz qatlayanda üst-üstə düşməlidir, belə desək. Bu da C variantıdır təbii ki. Baxın, ikinci rübü qatlayanda dördüncü rübə düşmüş olur. Bu oldu C variantı. 11-ci sualda cüt funksiya deyir. Cüt funksiya deyir ki, Y oxuna nəzərən simmetrikdir. Yəni, loru dildə belə deyim ki, koordinat sistemini kitab kimi beləsinə qatlayanda, kitabı necə qatlayırsınız? Kitab kimi qatlayanda üst-üstə düşməlidir. Yəni, sağdan sola qatlayanda üst-üstə düşməlidir. Bu da C variantı olmuş olacaq 11-ci sualda. Baxırsınız, sağdan sola qatlayıram ya da soldan sağa qatlayıram, üst-üstə düşmüş olur. Oldu C variantı. Sonra keçirik 12-ci sual. 12-ci sual 1-ci, 2-ci sualdan eynidir. Artan funksiyada ən böyüyünü istəyir. Dedik ki, artan funksiya maaşdır. Nə qədər çox işləyirsənsə, o qədər də çox maaş alırsan. Yəni, artan funksiyada böyüyü istəyirsə, elə variantdan böyüyü götürür. O da B variantıdır. Çünki B variantı 3-də 8-dir, çevirəndə 2-3-də 2-dir. O birlərin heç biri heç bir tam nə qədər eləmir. Deməli, ən böyüyü odur. 13-cü sualda isə azalan funksiyadır. Azalan funksiyanı yemək kimi düşünürdük. Yedikcə azalırdı, tərsinə götürürdük. Deməli, ən böyüyünü istəyirsə, siz variantdan ən kiçiyini seçməlisiniz. O da 5-də 1 olacaq. Keçək 14-cü suala. Fx bərabərdir, x üstü 40-dır. Deyir, hansı münasibət doğru deyil? Baxaq. Bir-bir yoxlayaq. A variantı f3 böyükdür f0. Gəlin yoxlayaq. 3 üstü 40 böyükdür, yoxsa 0 üstü 40. 0 üstü 40 0-dır. 3 üstü 40 elə 3 üstü 4 81-dir. Deməli, təbii ki, bu daha böyükdür. Bu doğrudur deməli, A variantı. B variantını yoxlayaq. Gəlin elə birbaşa düzgün variantı qoymuşalar. Düzgün variant D variantıdır. F-4 kiçikdir F2-dən. Gəlin yoxlayaq. -4 üstü 40 kiçikdir 2 üstü 40-dan. Uşaqlar düşünür ki, bu mənfidir də. Mənfi təbii ki, müsbətdən kiçik olmalıdır. Xeyr, bu mənfi deyil. Çünki cüt qüvvətdə o müsbətə çevrilir. Bu elə 4 üstü 40 deməkdir. Qüvvətlər eynidirsə, əsası böyük olan böyük. Yəni, ikisinin də qüvvəti 40-dır, əsası böyük olan böyükdür. 4 böyükdür, 2 təbii ki, 4 böyükdür. Deməli, ona görə də bu doğru deyil. Doğru olmayan oldu 14-də D variantı uşaqlar. Keçirik 16-cı suala. 16-cı sualda verir ki, misalımızı köçürək. Biraz buradan yazım ki, yerləşsin. Deyir ki, n parametrin hansı qiymətdə funksiya cüt funksiyadır. Birinci mötərizəni açaq. 3-ün kvadratı 9, bunun hasilinin 2 misli 12x. 2x'in kvadratı 4x kvadrat çıxılsın 4mx plus 4m. Deməli, uşaqlar, qısaca qayda edirəm buna. Əgər funksiya cüt funksiyadırsa, orada təkləri sıfıra bərabər edir. Təklər də nədir? X-dar. Məsələn, -12x, bir də
mənfi 4mx. Bunu sıfıra bərabər edirəm. Yəni x kublarını sıfıra bərabər eləmək lazımdır. Burada x kubu yoxdur, x var. Mənfi 4mx bərabərdir. Mənfi 12x-i keçirdim bu tərəfə, oldu müsbət 12x. X-lər getdi. Mənfi 4m bərabərdir 12-yə. 12 ilə mənfi 4-ə böləndə m oldu. Mənfi 3 və salam. 18-ci sualda da deyir ki, funksiyanın hansı təkdir? Bir də deyirəm, əgər funksiyada deyirsə cütlü təkləri sıfıra bərabər edirik. Tək deyirsə, cütü və sərbəst əddi eyni zamanda sıfıra bərabər edirik. 18-ci sualda a çıxılsın 3-ün x kubu. Gəlin başlayaq. A çıxılsın 3x kubu. İşte gəlinsin a çıx 3x kvadrat ax plus a plus 3. Deyir ki, a-nın hansı qiymətində funksiya tək funksiyadır. Deməli, tək funksiyadır deyirsə, cütləri sıfıra bərabər edirəm. Və sərbəst əddi də eyni qayda ilə sıfıra bərabər eləməliyəm. Yəni, bunu qayda olaraq yadınızda saxlayın. Tək funksiya deyirsə, cütləri və sərbəst əddi. Burada cütün budur. X kvadratıdır deyə, bu cütdür. Sərbəst əddimdə yanımda x olmayandır. Bax, bu da sərbəst əddi. Sərbəst əddi. Bunları sıfıra bərabər eləməliyim. Deməli, modulda a çıx 3 bərabərdir 0, modulda a bərabərdir 3-ə, a bərabərdir plus minus 3-ə. Və sərbəst əddi sıfıra bərabər eləsəm, a plus 3 bərabərdir 0-a, a oldu mənfi 3. Hər ikisini ödəyən cavabı götürməliyəm, yəni mənfi 3. 3-ü götürsəm, bunu 0 edir, bunu eləmir deyə götürə bilmirəm. Amma mənfi 3 hər ikisini 0 eləmiş olur. Davam edin uşaqlar 19-cu sualdan. 19-cu sualda deyir ki, 19-cu sual. Fx tək funksiyadır. Və artandır. Qeyd edirəm, təkdir, artandır və bizə verib fx böyükdür, bərabərdir f. Uşaqlar, artan funksiyada böyük elə böyükdür. Yəni x böyükdür ondan. X ondan böyüksə bunun cavabı nə olur? 10 müsbət sonsuzluq. Amma 20-ci sualı yazıram. 20-ci sualı buradan qeyd edirəm. Fx kiçikdir, bərabərdir f7 və qeyd edirəm. Təkdir və eyni zamanda azalandır. Uşaqlar, təkdirsə, yəni bu x elə özü qalacaq. Məsələn, cüt olsa bura x kvadrat yazacaqdır. Niyə? Cüt funksiyası bu x kvadrat olmalıdır, x üstü 4 olmalıdır. Təkdirsə, x kubu yaza bilərsən. X-in özü təkdir deyil, x də saxlayıram. Neysə, təkdir. X qalacaq, burada da 7 qalacaq. Bu təkə görədir. Azalanda böyük kiçiyə çevrilmiş olur, işarəni dəyişdim. X 7-dən böyüksə, bu da olur 7, müsbət sonsuz. Burada deyirəm. Təkdirsə elə x 10 qaldı. Cüt olsaydı x kvadrat yazacaqdım. Artandır deyə işarə dəyişmədim. Burada isə təkdir deyə yenə özü qaldı x-dən 7. Azalandır dediyi üçün işarəni dəyişdim. Bunu da belə. Məsəl üçün, 21-ci sualda gəlin yazaq. 21-ci sualda cütdür deyir. Gəlin birində cütdən yazaq. Verib belə fx kiçikdir, bərabərdir f6. Və qeyd edir burada bizim üçün nə? Deyir ki, cütdür. Cütdür. Bir də azalan. Azalan. Deməli, birinci cütlüylə başlayıram. X kvadratı, burada 6 kvadratı yazdım. Kvadrat ona görə yazdım ki, funksiya cüt funksiyası. X yazsam tək funksiya sayılır. Azalanda isə işarə dəyişməlidir. Yəni, kiçiyi çevirdim böyüyə. Yəni, x kvadratı böyüdü, bərabərdir 36 bərabərsini həll eləməliyik. Bunda x kvadratı çıx 36 böyüdü, bərabərdir 0 yazıram. X çıx 6, x plus 6 yazdım. Ərəsinə ayrı-ayrı 0-a bərabər eləsəm, buradan 6, buradan mənfi 6 alırsınız. Bunu intervallaya da bilərsiniz. İntervallamıram. Bizim qaydamız var, uşaqlar yadınızdadırsa, böyük olanda kvadrat bərabərsi cavab da böyük olmalı. Yəni, mənfi sonsuzdan mənfi 6-ya birləşir 6-dan müsbət sonsuzluğa və yaxud uşaqlar. Burada elə mən x bərabərli plus minus 6 yazıb elə birbaşa yaza da bilərdim, vuruqlara ayırmadım. Mən belə eləmək istədim. Yəni, uşağın bilməli olduğu şey odur ki, cütdürsə başına kvadrat qoydum, azalandırsa ortadakı işarəni də dəyişdim. 22 də eyni qaydadadır. Yazmıram onu. Keçirəm 23-cü sualımıza uşaqlar. Davam edir 23-cü sualına. Nə deyir funksiyamız? Deyir ki, funksiyamız ədəd oxumunda təyin olmuş kəsilməz tək funksiyadır.
tək funksiya. Aha. Ekstrem nöqtələri 1, 3, 5-dir. Funksiyanın ekstrem nöqtələri funksiyanın ən böyük və ən kiçik nöqtələridir, belə deyim. Deməli, maksimumumuz 1-dir, 3-dür, y maksimumumuz 5-dir. Aha. Gəlin, indi verilən nöqtələri yazaq. Y maksimum bərabərdir. F1, o da 7-dir. Bir də var bizim F3 bərabərdir 4-dür. Və y maksimum bir də əlavə var. F5, o da 9-dur. Bu ikisi maksimumsa, avtomatik bu minimum nöqtəsi. Uşaqlar, ümumiyyətlə funksiyada, elə bil ki, belə deyim də, belədir də, dalğavari gedir. Yəni, maksimum, sonra minimum, maksimum, minimum ardıcıl getməlidir. Ardıcıl 5 dənə dalbadal maksimum olmağı mümkün deyildir. Yəni, bir maksimum varsa, növbəti minimum gəlməlidir. Sonra təzədən maksimum gəlməlidir. Bu formada davam eləməlidir. Deməli, bu maksimumdursa, belə çıxır ki, bu minimummuş ki, bu birisi maksimum olmuş olsun. Və indi bizdən soruşur. -6 parçasında olan minimumlar tapın. Bu müsbətlərdir. Düzdür, fikir verirsiniz. 0-6 aralığıdır. Çünki misalın özündə də deyir 0-6 intervaldır. İndi gəlin biz bunların mənfilərini yazaq. F-1, F-3 və F-5. Bilirsiniz ki, uşaqlar tək funksiyada əksini almalıdır. F1-də 7 alırsa, F-1-də -7 almalıdır. F3-də 4 alırsa, F-3-də -4 alacaq. F-5, 5-də 9 alırsa, -5-də -9 alacaq. Çünki tək funksiyada əks ədədlər almalıdır. Bir də nəyə gələk? Maksimum, müsbətdə maksimum olan mənfidə minimuma çevrilir. Yəni, nə demək istəyirəm? Bax, burada 7, 4, 9. Bu 9 maksimum, ən böyük qiymətimdir da burada, düzdür. Deməli, -9 olmalı, deməli, bu olmalıdır mənim ən kiçik qiymətim. Yəni, bu olur minimumum. Onda belə çıxır, bu çevrilir olur maksimumun tərsinə. Bu da olur mənim minimum nöqtəm. İndi səndən də istəyir minimumların qiymətləri cəmi. Burada minimumum 4 idi. Burada minimumum bir -7-dir. Bir də -9-dur. -4-ün üstünə -7 gəndə -3 edir. -3 ilə -9, -12 eləmiş olur uşaqlar. Davam edirik uşaqlar. Deməli uşaqlar 24-cü sual əslində mötəzəni vurub açırsınız. 16-cı sual ki, mötəzəni vurub açırsınız. Orada tək funksiya deyir, bəli. Deməli tək funksiya deyirsə cütləri, yəni x kvadratı alınanları və sərbəst ədləri 0-a bərabər edirsiniz. Bu qədər sayda. Keçirəm 25-ci sualımıza uşaqlar. Gəlin yazaq. Əslində o da 23-cü sualımızla oxşuyur. Gəlin baxaq. Deyir ki f2 6-dır. Və özdə qeyd edir ki tək funksiyadır. Və bizdən istəyir 7 f0 üstə gəl 4 vur 5 f2 çıx 4 f mənfi 2. Bunu tapmaq lazım. Birinci, tək funksiyadırsa f0 həmişə 0'dır. Bu bütün tək funksiyalıqda belədir. Və tək funksiyada əks ədədlər alınır. Yəni nə demək istəyirəm? F2 6-dırsa f-2 olacaq -6 əks ədəd alınmalıdır. Verilənləri yerinə yazaq. 7 vur 0 plus 4 olsun. 5 vur f2 6. Çıxılsın 4 vur f-2 nədir? -6 uşaqlar. Məsələn 4 vur 30 üstə gəl 24. 4 vur 54. 216. Məsələn 27-ci sual. Əslində 24-lə əvvəldəki 18 ilə 16 ilə eyni sualdır. Nə deyir? Deyir ki, hansı cüt funksiyadır? Cüt funksiya deyirsə, təkləri 0-a bərabər edirik. Deməli, uşaqlar, ax kvadrat bu cüt funksiyadır. A çıx 3x bu tək funksiyadır. Bu isə sərbəst əddir. Bizə cüt deyirsə, deyir ki, A-nın hansı qiymətilə bu ifadə cütdür. Cüt deyirsə, təki 0-a bərabər edir. Tək də burada budur. A çıx 3 bərabərdir 0. A 3'dür. Məsələn. 29-cu suala baxıram uşaqlar. 29-cu sualda nə deyir? Deyir ki, funksiya təyin olunmuşdur, dövrü 6 olan cüt funksiyadır. Qeyd edirəm, t bərabərdə 6 və cüt funksiyadır. Uşaqlar, t dövr deməkdir. Fizikada keçirsiniz, bilməyənlər üçün də yazmışam. Dövrü 6'dır və cüt funksiyadır.
Dövrə 6 olmaq bilirsiniz nədir? 6 dənədən bir eyni qiymət alır. Yəni loru dildə belə izah edeyim sizin üçün. Baxın, F2 5-dir, düzdür. F2 ilə 2-nin üstünə 6 gələndə F8 eyni şeydir. F8-in üstünə 6 gələndə F14 eləyir, eyni şeydir bunlar. Yəni 6 dənədən bir eyni qiymət alır loru dildə desək. İndi gəlin bu verilənləri hesablamağa başlayaq. Göstərək ki, nə var, nə yox. Deməli, biz tapmalıyıq uşaqlar. F mənfi 14. Biz bu loru dildə belə izah edeyim. İndi saat, bir dəqiqə, baxın, neçədir saat. Deməli, uşaqlar, indi saat 11-ə qalıb. 10 dəqiqə. Deməli, mən bir dəqiqə telefonda baxdım, 11-ə 10 dəqiqə qalıb. 11-ə 10 dəqiqə qalıb. Tutaq ki, 50 saat sonra saat neçə olacaq? Deməli, saatın dövrü 24 saatdır. Yəni, hər 24 saat keçdikcə 11-ə qalacaq 10 dəqiqə. Deməli, 50 saat sonranı soruşuram. Düzdür, 1.24 çıxdım, oldu sabah saat. Yenə eyni 11-ə 10 dəqiqə qalmış. 1.24-də çıxdım, yəni 48 saat sonra yenə də saat 11-ə 10 dəqiqə qalmış olacaq. Deməli, 50 saatdan dövrüm 24-sə 24-ə böləndə qalır 2. Yəni, hal-hazırdakı saatdan 2 saat sonra olacaq saat. İndi 11-ə qalıbsa, sonra 12-yə qalacaq, sonra 1-ə qalacaq 10 dəqiqə. Deməli, mənim zamanda, gündə ərzində də, yəni saatda, dövrüm 24-dür. İndiki saatdan 50 saat sonra 50-ni bölürəm 24-ə, yəni 24 saatdan bir gün tamamlanır. Qalır 2. İndiki saatdan 2 saat sonraya hesablamalıyam. Burada da dövr odur. Dövrü 6 olmaq odur ki, 6 dənədən bir eyni şeydir uşaqlar. F14 deyil. 14-ü 6-ya böləndə nə qalır burada? 2. Yəni F14, F-14 deyil, F-2 ilə eyni şeydir. Aydındır mı? F-21 də, yəni 21-i 6-ya böləndə qalır 3, F-3-dən indi. 58-i 6-ya böləndə qalır 2. 6 və 9, 54, qalır 2. 36-nı 6-ya böləndə qalır nə? F0. Düzdür mü? Da, yəni F6 sayılır da. Çünki 0-dırsa üstünə 6 gələndə yenə 6 eləyəcək. Sonra 12 bu formada davam eləyəcək. İndi gəlin bunları hesablayaq uşaqlar. Daha doğrusu mən səhv yazmışam. F-36 deyil. Mən yarısını 29-dan yazmışam. Yarısını 30-dan uşaqlar. Gəlin bir dəqiqə misalı düzəldim. Misalda bizdə məxrəcdə olmalıydı F-45. Bir dəqiqə səbir olaq. F-45. F-50. 45-i 6-ya böləndə qalır 3. Bu -3 olacaqdı. 50-ni də 6-ya böləndə qalır 2. -2. İndi verilənləri gəlin yerinə qoyaq uşaqlar. Cüt funksiyadır. Cüt funksiya olmasının mənası bilirsiniz nədir? Cüt funksiyada mənfisinə müsbəti eyni alır. F2-də 5 alırsa, F-2-də də 5 alır. F-3-də 6 alır. Yazdım. F-3-də 6 alır. Yenə dediyimiz kimi F2-də 5 alırsa, F-2-də də 5 almış olur. 11/11 bu eləmiş olacaq. 1. Bir dəqiqə, yenə səhv yazdım. Burada çıxmaydı. Aşağı oldu 6 çıx 5. 11/1, 11. Misalı səhv götürdüyüm üçün səhv də yazmışdım uşaqlar. Başa düşdünüz də yəqin ki, nə demək istəyirəm. Misal rahat misaldır. Dövr 6-dır. Dövrə bölürəm. Qalıq nə qaldı? Onu götürürəm. Cütlüsü ədədlər, məsələn, F2 5 idisə, F-2 yerinə 5 qoyuram. Amma tək funksiya olsaydı, F2 5-dirsə, F-2 yerinə -5 qoymaq məcburiyyətində qalacaqdıq. 31-ci sual, uşaqlar, 9 çıxılsın k kvadratı x kubu. Deyir ki, artandır. Artan funksiya idi ki, bayaq dedik, k-sı müsbət olmalıdır. Yəni, x kubun əmsalı müsbət olmalıdır. 9 çıx k kvadratı böyüdür 0, mənfiyə bölürəm. K kvadratı çıx 9 kiçikdir 0-dan. K çıx 3k plus 3 kiçikdir 0-dan. Ayrı-ayrı 0-a bərabər eləsəm alırıq 3 və -3. Kiçikdir olduğu üçün ədədlərin özünü götürürəm. -3 və 3 nöqtəsi. Bizə də soruşur ki, k-nın neçə tam qiymətində funksiya artandır. -3 ilə 3-ün arasında -2, -1, 0, 1 və 2 qiymətləri uyğundur. Yəni 5 qiymətdə
5 dənə K-nın 5 tam qiymətində ödənilmiş olur. Deməli, K-nın 5 qiymətində ödənmiş olacaq uşaqlar. Azalan desəydik, kiçikdir 0 qoyacaqdıq sadəcə uşaqlar. Keçirik 33-cü sualımıza. Baxaq görək sualımızda nə deyir. Deməli uşaqlar, 33-cü sualımızda deyir ki, fx cütdür. Gx tək funksiyadır. F-A F mənfi B J-A 12 F mənfi A çıx F-B sayəsi J mənfi A bərabərdir 8. F-A-nı tapın deyir. Uşaqlar, belə eləyək. Nə deyirəm? F-A yazdım yerinə F-A ilə işim yoxdur. F mənfi B cüt funksiyadır. Mənfisinə müsbətə eyni olmalıydı. Yəni elə bu F-B verməlidir mənə. J-A yazdım yerinə. Bərabərdir 12. Keçirik bu birisini. F-X cütdür. Deməli, cütdürsə mənfi unudacaq. Yəni, belə izah edeyim də. F5-də 7 alırsa, F mənfi 5-də də 7 alır. Onun yerə mənfi 7. Çıx F-B öz yerində. J-A təkdir. Təkdə mənfi qarşıya keçir. Əksədə də almalı onun yerə. Əks işarə qoyduq. Bərabər 8. Uzun sözün qısası cütlər mənfilərini udur. Belə düşünün. Cüt modul funksiyadır. Mənfini udur. Tək funksiya x kubudur. Mənfi qarşıya keçmiş oldu uşaqlar. Tərəf-tərəfə topladım. F-B ilə J-A getdi. 2F-A. 12 ilə də 8 topladım. 20. 20-ni də 2-yə böldüm. 10. Yəni uzun sözün qısası cüt funksiyalarda bu içəridəki mənfi itirir. Tək funksiyada qarşıya keçir. Keçirik 35-ci suala. 35-ci sualda nə deyir? Deyir ki, dövrü 3'dür. T'si 3'dür və bizə verib F1 4. Bizə nə istəyir? 6F7 çıx 5F mənfi 2 lazımdır bizə. Uşaqlar, 7-ni 3'ə böləndə qalır 1. 6F1. Mənfi 2-ni 3'ə böləndə, uşaqlar, mənfi 2 belə izah edeyim sizə. Bura mənfi 2-dir. 3 dənədən bir eyni qiymət alır. Mənfi 2-nin üstünə 3 gələndə hara gedir, çıxır? 1-ə. 1-in üstünə 3 gələndə gedir, çıxır 4-ə. Yəni F mənfi 2 F1-ə, F4-ə bərabərdir. Əslində bu elə F7 də eyni qayda ilə. Yəni F mənfi 2-nin yerinə biz F1 yaza bilərik. Uşaqlar F7 də eyni şeydir. Bura 7 deyil. 7-dən sonra 3 dənədən bir eyni qiymət alır. Belə də gələ bilər 3. 10-a. F7 ilə F10 eynidir. Və yaxud tərsinə də gedə bilərsiniz. 7-dən 3-dən əvvəli gedəndə gəlir F4-ə. F4-dən 3-dən əvvəli gedəndə gəlir F1-ə. Yəni F7, F1 ilə F4 ilə eyni şeydir. Yəni mahiyyət etibarilə. Bu da F1-in də qiymətini verib 4-də. Daha doğrusu burada da 5 var. 6 vur 4 çıxılsın 5 vur 4. 24 çıx 20 olmuş oldu 4 uşaqlar. Deməli uşaqlar 5 qutardı. 37-yə keçirik. Azalan funksiyadır deyir. Əslində 31-ci sualın eyni şeydir. Orada artan deyirdi. Burada azalan deyirdi. Deməli azalan funksiyanın K-sı mənfi olmalıdır. Deməli K kvadratı çıxılsın 25. Kök altda KX-dir. Deməli K kvadratı çıxılsın 25. Deyirəm ki, mənfi olmalıdır. Bunu da həll edəndə K çıx 5. K plus 5. Kiçikdir 0-dan. Hərəsini ayrı-ayrı 0-a bərabərində bu olur 5. Bu isə olur mənfi 5. Kiçik olanda ədədlərin özünü götüreyim. Mənfi 5, 5 arasında. Amma burada deyir ki, K-nın hansı natural qiymətini azalandır. Ancaq naturalları sayacağım. 1, 2, 3, 4. Oldu 4 dənə. Cavab oldu 4. Tam desəydi mənfiləri də sayardı uşaqlar. Tam demədiyi üçün ancaq naturalları saymış oldu. Deməli uşaqlar bizdən 39-cu sual istəyir. Yenə də dövr söhbətidir. İndi gələk baxaq sualımıza. Dövrü 7-dir. 7-yə bölün qalıqları götürək. Gəlin baxaq. Deməli 39 tək funksiyadır və dövrü 7-dir. İndi tək funksiyanın verməyinin mahiyyətinə baxarıq görək. Niyə verib? 2F11 çıx F14. Bir dəqiqə dövrü 7-dir. Mən 0 yazdım. Niyə? Çünki ağlım gəlir ki,
tək funksiyadırsa 0, f0-da həmişə 0 almalıdır. Ona görə elə yazmışdım. Beyin əldən daha tez düşünür deyə. Yəni adam var ki, əli daha cəlbişdirir. Məndə beyin əldən daha cəlb fikirləşə bilir deyə, belə deyim, əlim beynimə ayaqlaşa bilmir. Uşaqlar, gələk F7. Dövrüm 7-dir. 7-yə bölək. 11-i 7-yə böləndə qalır 4. Bu F4. Çıx. 14-ü 7-yə böləndə qaldı 0. Mənfi 4. Bayaq dediyim kimi də 7-yə bölünmür deyə belə düşünürük. Mənfi 4-dən 7 vaat gəndə hara gəlir, çıxır. Heç onu da eləmirəm. Burada F4 qalıb. Gələk düşünək. Bölmə yox. Tək funksiyadırsa mənfi neyinirdi? Qarşıya keçirdim. Bir də deyirəm. 11-i 7-yə böldüm, qalıq 4. 14-ü 7-yə böldüm, qalıq 0. Aşağıdakını bölmədim. Çünki bu da F4-dür. Bu da F4 olsun deyə neylədik? Düşündüm, tək funksiyada mənfi qarşıya keçir. Əgər cüt funksiya olsaydı, elə o F4 verəcəkdi mənə. Məsələn, oldu belə. F0 dedik ki, tək funksiyada həmişə nə olur? 0. Bu 0-dır. Onda qalır 2F4 böl mənfi F4. Plus da 5. F4-lər getdi. Mənfi 2 plus 5. Bu da nə eləyir? 3. Məsələn. Deməli, uşaqlar, keçirik 41-ci suala. 41-ci sualda nəyə baxırıq? Bir fx tək funksiyadır. Bizdən istəyir. Veriləni yazıram. Jx bərabərdir 3x kubu üstəgəl 2fx-dən və bizə verib f mənfi 2 4-dür. İstənsə istəyir j2-ni tap. Deməli, j2-ni tapmaq istəyirəmsə, mən burada x dənəni 2 qoyuram. Yəni, 3 vur 2-nin kubu üstəgəl 2f2. Oldu mu? Mənə f2 lazım. f2-ni də hardan tapım? Uşağın ağlı kəsməlidir ki, tək funksiyadırsa, bunlar əks ədəd olmalıdır. Yəni, mənfi 2-də 4 alıbsa, 2-də alacaq mənfi 4 əks ədəd. Cüt olsaydı, F2-də də 4 almalıydı. Eyni almalıydı. Cütdə. Təkdə amma əks ədəd almalıdırlar. Və salam, gətirim F2 yerinə qoyacam, qutardı ki. Deməli, bərabərdir. 2-nin kubu 8. 8 3 24. Üstəyir 2 vur. F2 yerinə qoyacam, mənfi 4. Bu deyir 24 çıx 8. 16. Və salam. Cavabım odur. Deməli, uşaqlar, 42-ci suala baxırdıq. Deyir ki, funksiya verib. 42-ni yazıram, uşaqlar. 43 də ona neyin şeydir, yazmayacaq. Oldu mu? Deməli, ifadə belədir. A kvadratı çıx 9. X kvadrat üstəgəl a kvadrat üstəgəl 2a çıx 8 vur x üstəgəl a plus 4. Deyir ki, funksiyası üçün uyğunluğu müəyyən edin. Birinci, a bərabərdir mənfi 3 olduqda nə baş verir? Gəlin, yoxlayaq. A bərabərdir mənfi 3 olduqda paraqaların yenə mənfi 3 qoyaq. Deməli, uşaqlar, mənfi 3 kvadratı 9. 9-dan 9-u çıxdım 0. 0x kvadratdan vurdum 0. Yəni, lapistes yazın, 0 vur x kvadrat üstəyən. Mənfi 3-ün kvadratı 9. 2-ni mənfi çevirəndə mənfi 6. 9-dan 6-sını çıxıram, 3-dən də 8-ini çıxıram. 3-dən 8-ini çıxıram, mənfi 5x. Üstəgəl, mənfi 3-ün üstünə 4 gələndə 1 eləmiş olur. Burada qalır mənfi 5x plus 1. Təbii ki, bu azalan funksiyadır. Çünki azı şeydir, k-mız mənfi 5-dir. Deməli, ona görə də azalan funksiyadır. 1-ə oldu, d variantı. İkinci sualımıza keçirik. A bərabərdir, mənfi 4 olduqda. İndi yoxlayaq. Mənfi 4-ün kvadratı 16. 16-dan 9 çıxanda edir 7 x kvadrat. 16 mənfi 4-ün kvadratı 16. 2 vur mənfi 4 eləyir mənfi 8. 16-dan 8 çıxım 8. 8-dən bu 8 çıxım 0. 0-ı da x kvadratla vuracaqsınız. Eləyəcək 0. Üstəgəl
Mənfi 4 üstəgəl 4 edir 0. Yəni burada qaldı 7x kvadrat funksiyası. 7x kvadrat funksiyası x kvadratını görürsünüz. Nədir bu? Cütdür. Deməli bu cüt funksiyadır. Düzdür uşaqlar? Bəli. Cüt funksiyadır və x bərabər 0 düz xətti grafikin simetriyadır. Bəli. 7x kvadrat funksiyası budur, paraboladır, təpə nöqtəsindən keçir. X bərabər 0 düz xətti və bu y oxudur. Yəni x-in 0-dan keçən təpədən düz xətti. Bu bunun simetriya oxudur, bəli. Deməli, cüt funksiyadır və x bərabər 0 düz xətti bunun simetriya oxudur. A və y variantı buna aid olmuş oldu uşaqlar. Keçirik üçüncüsünə, şəkil silirəm. İkinci oldu A ilə y, buraya yazsam A ilə y. Keçirik üçüncüsünə. Üçüncüsündə A bərabərdir 3 olduqdadır. Gəlin yoxlayaq. Fx bərabərdir 3 olduqda. 3-ün kvadratı 9 çıx 9 0-dır. 0 vur x kvadrat çıxırsan üzərinsin. 3-ün kvadratı 9. 3 2 6 9-dan 6 15. 15-dən də 8 çıxanı qaldı. Yerdə 7x. Üstə gəl 3 plus 4 bu da elədi 7. Yəni eləyir 7x plus 7. Görürsünüz karşı müsbətdir. Deməli artan funksiyadır. Yəni B variantı aid olmuş oldu buna. Məsələn. Təklindən üstündən danışmıram. 7x sözü olsaydı təkli üstə gəl 7-si var deyə. Nə təkli, nə cütdür uşaqlar. 42-ni yazdım, 44-ü yazmayacaq uşaqlar. İndi sizin üçün 43-ü yazdım. Deməli, birinci sualımız y bərabərdir. X plus 3-ün kvadratı çıx 2. İkinci sualımız y bərabərdir x çıx 3-ün kvadratı çıx 2. Üçüncü isə y bərabərdir mənfi x çıx 3-ün kvadratı plus 2. Gələk. Təpə nöqtəsi var burada uşaqlar. Gəlin təpə nöqtəsini yazaq. Təpə nöqtəsini yazanda yadınızda saxlayın. X-i dəyişirik, y qalır. Yəni müsbət 3 oldu, mənfi 3, y qaldı. Mənfi 3 oldu, müsbət 3, y qaldı. Mənfi 3 oldu, müsbət 3, y qaldı. Yəni x dəyişir, y qalır. Gələk görə hansılar var? Deməli, A variantı birinciyə aid olmuş oldu. 3 mənfi 2 nöqtəsi var. D variantı ikinciyə aid olmuş oldu. 3 2 nöqtəsi yoxdur. Deməli, buna aid olan yoxdur. Sonra, indi burada bir də artır, azalır söhbətləri var. İndi gələk o artır, azalmaq söhbətinə. Deməli, uşaqlar, x-imiz burada mənfi 3, düzdürmü? Deməli, mənfi 3-dən müsbət sonsuzluğa bu artır. Niyə artır? A-sı müsbətdir deyə artır. Mənfi sonsuzluqdan mənfi 3-ə qədər azalırdı. Deməli, belə variant yoxdur. İndi buna gələk. Bunun x-i 3-dür. Deməli, 3-dən müsbət sonsuzluğa artır. Niyə artır? Yenə də deyirəm, A-sı müsbətdir. Amma bu 3-dən müsbət sonsuzluğa azalır olmuş olacaq. Niyə azalır? Görürsünüz, uşaqlar, A-sı mənfidir. Deməli, bu 3-dən müsbət sonsuzluğa artır. İkinciyə B variantı da aid olmuş oldu. 3-dən müsbət sonsuzluğa azalır. Bu da C variantı aid olmuş oldu. Deməli, 1-ə A, 2-ə B-dir, 3-ə C, bir də Y variantı qaldı. 0 mənfi 7. Baxaq görə hansında x-in yerinə 0 qoysam mənfi 7 alır, deyil Y variantında. Baxın uşaqlar, x-in yerinə 0 qoysam cavabda mənfi 7 alıram. Mənfi 0 çıx 3-ün kvadratı plus 2. Mənfi 3-ün kvadratı 9. Qabaqda mənfi var deyil, mənfi 9. Mənfi 9-un üstünə 2 gələndə mənfi 7 eləmiş olur. Deməli, bəli, 0 mənfi 7 nöqtəsindən keçmiş olur. Yəni, Y variantı da 3-cüyə aid olmuş oldu. 1-ə A, 2-yə B-də, 3-yə C-yə aid olmuş oldu. 44-ü yazmıram. 42 ilə eyni sualdır uşaqlar. Davam edirik 45-lə. 45-46 var. Sonra ondan sonra davam edirik uşaqlar. Baxaq. Deməli, 45-ci sualımıza baxırıq. Fx birincisini yazıram. Fx bərabərdir 2x kvadrat çıxılsın 8x plus 1. Təpə nöqtəsinin x-ini tapmaq lazımdır. Parabolanın təpə nöqtəsinin x-i mənfi bölü 2-dir. Burada b-miz mənfi 8-dir. Burada da mənfi var deyə oldu müsbət 8. 2 vur a-mız da 2-dir. 8 bölü 4 oldu 2. Deməli uşaqlar bu ifadə 2-dən müsbət sonsuzluğa artır. Deyərsiniz müəllim hardan biz artır? A-sı müsbət 2-də artır. Bəs yaxşı. 2-dən sonra artır. Bəs 2-yə qədər nə iş görür? Deməli bu mənfi sonsuzdan 2-yə qədər azalırmış uşaqlar. Deməli, gəlin baxaq görək nəyimiz var bir ay olun. 2-dən müsbət sonsuzluğa artır. Mənfi sonsuzluq 2 azalır. 1 oldu. A ilə C. İkinci sualımız fx bərabərdir mənfi x kvadrat plus 5x.
Yenə mənfi b bölü 2 aslını tapırıq uşaqlar. B-imiz burada 5-dir. Mənfi də var deyə oldu mənfi 5. 2 vur mənfi 1. Mənfi 5-i mənfi 2 bölündə oldu 2,5. Deməli 2,5-dən müsbət sonsuna görə bu artırmı, azalırmı? A'sı mənfidir deyə deməli nə edir? Azalır. Yaxşı, bəs 2,5-ə qədər nə iş görürmüş? Deməli mənfi sonsuzdan 2,5-ə qədər belə çıxır ki, artır olmuş olacaq. Buna da aid oldu Y variantı uşaqlar. Bir də qaldı üçüncü, gəlin üçüncüsündə yazaq. Birincini sildim uşaqlar, usta yazmışam deyə. Deməli, üçüncümüzü yazıram buradan. Deməli, fx bərabərdir, x kvadratı çıx 3. X bərabərdir mənfi b böl 2-anı tap. Burada b'miz yoxdur, adı, bu da c'dir. Çünki b x-in əmsalıdır. Bax, b burada, bu da x-in əmsalıdır. Bunun c'si yoxdur. Burada isə bu adı, bu c'dir, b yoxdur. Çünki x yoxdur. Mənfi b bölü 2 adsa b yoxdursa b sıfırda. A'mız da bir sıfırı nəyə bölürsən? Vur. Sıfırı nəyə bölürsən? Böl olur sıfır. Deməli sıfırdan müsbət sonsuzluğa görə artır, azalır. A'sı müsbət 1 olduğu üçün artır. Sıfırdan müsbət sonsuzluğa artır. B variantı. Mənfi sonsuzdan sıfıra qədər də azalır idi. Elə bir variantımız da yoxdur uşaqlar. İndi gəlirik 47-ci suala. 47-ci sualda siz qrafikləri bilməlisiniz. Qaydada yazmışam uşaqlar. Birinci qrafiklərin formalarını öyrənin. Sonra 47-ci sual 41 yazdım. 47-ci sual birincisi. Deməli, belə bir qrafik verir. Bu paraboladır, baxın kimi. Koordinat başlanğıcından keçir. Yəni, y bərabərdir x kvadratı funksiyasıdır. Və bu y oxuna nəzərən simetrik. Yəni, kitab kimi qatlayanda, sağdan sola qatlayanda, buradan belə qatlayanda üstə düşür. Deməli, bu cüt funksiyadır. X kvadratıdır və cüt funksiyasıdır. Deməli, B və C birinci aid olmuş oldu. İkinci şəkil belədir. Bu kub funksiyasıdır. Yenə dedirəm, qaydada var, əzbərləyin. Və fikir verirsiniz, birinci rübə qatlayanda üçüncü rübə düşür. Mən tək funksiyanın tərifində demişdim ki, koordinat başlanğıcına nəzərən simetrikdir. Yəni, birinci rübə qatlayanda üçüncü rübə düşür, ikinci rübə qatlayanda dördüncü rübə düşürsə, tək funksiyadır. X kubudur, bir də tək funksiyadır bu. Y və A və Y avtomatik üçüncüyə düşür ki, nə təkdir, nə cütdür, başqa bir halımız qalmayıbdır. Amma yenə də görürsünüz, indi çəkim onu. Əslində cütə oxşuyur. Çünki kitab kimi qatlayanda uşaqlar nəzər alır ki, 1-lə 3-dədir. Amma eyni şey deyil axı. Bunun cüt olması üçün bu tərəf düzdürsə, bu belə olmalıydı. Bu şəkildə ki, qatlayanda üstə düşsün. Və yaxud bu düzüydüsə, burada belə olmalıydı. Bundan eyni ki, qatlayanda üstə düşsün. Deməli, bu nə təkdir, nə də cütdür. Bu da olmuş oldu D variantı uşaqlar. 48-ci sualda eyni qaydadır. 2 sualımız qalıb. 49 və 50-ci suallar. Gəlin, baxaq. Deməli, 49-cu sualda, birinci sualda verib y bərabər x kvadratı. Bayaq dedim yadımızdasa, cüt funksiyalar nə artan olur, nə azalan. Deməli, birinci y bərabərdir x kvadratıdırsa, deməli, bu nə artandır, nə azalan belə bir şey verilməyibdir bizim üçün. Bir dəqiqə, 49-cu sualın birincisi. Nə artandır, nə azalan, belə bir şey yoxdur. Amma deməli, bu cüt funksiyadır. Cüt funksiya da hansı oxa nəzərəsi x kvadratıdır, üst 2-dirsə cüt funksiyadır. Cüt funksiya hansı oxa nəzərən simetrik idi, ordinat oxuna nəzərən simmetrik idi. Deməli, bir aid oldu D variantı. Ordinat oxuna nəzərən simetrik. Y bərabərdir mənfi x çıx 1. Azalan funksiyadır. Niyə azalandı? Görürsünüz mənfini. Deməli, azalan funksiyadır. C variantı. Azalan. Bu nə artandır, nə azalan. Çünki cüt funksiyalar heç vaxt nə artan, nə azalan olmur. Variantda da nə artan, nə azalan yoxdur. Bu mənfidir deyə azalan funksiyadır və azalan funksiyadır hansı variantda var? C variantında var və bir də orada 0,2 nöqtəsi var. Görə burası 0 qoyanda yox. Burası 0 qoyanda ümumiyyətlə təyin olunmur. 0,1 mənfi 1 edir. Kökün altı mənfi olamaz. Bir də B variantı var. 1,0. Yəni görə 1 qoyanda 0 alırmı? Alır, bəli. 1,1 kökün altı 0 edir. Mənfi 0 da olamaz ki. Deməli, bəli. X yenə 1 qoyanda 0 almış oldu. B variantı. Çünki 1,1 0 eləmiş oldu. Bir də qaldı üçüncü sualımız. Y bərabər x kubu funksiyası. Bu tək funksiyadır. Görürsünüz də kub. Tək funksiyadır. Tək funksiya yoxdur. Başqa nə eləyə bilərik? Artandır. Bəli.
x kubun əmsalı 1-dir, müsbətdir, artandır. Bura mənfi olsaydı azalan idi. Deməli, təkdir, artandır. Artan var. A variantı da buna aid olmuş oldu. Məsələn, 50-ci suala baxıram. Funksiyanın təkliyi ilə, cütlüyü ilə tanışılır. Ona da baxaq, uşaqlar. Yekunlaşdıraq bu bölməmizi. 50-ci sualımız deyir ki, fx ilə jx cütlü. Px ilə qx isə təkdir. İndi gələk. F mənfi 5 bərabərdir 3. J mənfi 7 bərabərdir 8. P 4 3'dür. Q mənfi 2 mənfi 3'dür. Bizdən istəyir F5 vur J7 çıx P mənfi 4 Q2. Məsələ arasında cütdürsə eynisini qoyacağım, təkdirsə əksini qoyacağım. Gələk. F5. F5 nədir? Cüt. Mənfi 5 ilə F5 eyni şey olmalıdır, yəni 3'dür. Niyə eynidir? Çünki cüt funksiyadırsa mənfisi ilə müsbəti eyni şey olur. Yəni baxın, adı x kvadrat. X kvadrat funksiyasında mənfi 5'in kvadratından 5'in kvadratı nə fərq var? İkisi də eyni şey deyilmişdir. Onun kimi. Yəni mənfi 5 ilə 5 də eyni şey almalıdır 3. J7. J funksiyası da cütdür, eyni şeydir. Yəni eyni almalıdır. Mənfi 7-də 8 alırsa, müsbət 7-də 8 almalıdır. P mənfi 4. P funksiyası tək funksiyadır. Təksə əksini alır. P 4'də 3 alıbsa, mənfi 4'də mənfi 3 alacaq. Q də eyni ilə tək funksiyadır. Deməli, əksi də almalıdır. Mənfi 2-də mənfi 3 alıbsa, 2 də almalıdır 3 funksiyası. Məsələn, 8 3'e 24 plus 3 böl 3. 27 böl 3. Bu da olmuş oldu 9. Mən neysə səhv yazmışam? Hə, səhv götürmüşəm. Nəyi səhv götürmüşəm? Misalın özündə burada, baxın, toplamaymış. Misalın özündə burada toplamadırsa, mən bura toplama qoyuram. Onda bu çıx 3 olmuş olur. 24'dən 3'ün çıxanda 21. 21 də 3'ə böləndə 7 eləmiş oldu. Yəni, həllini düz yazmışdım. Sadəcə misalı səhv götürmüşdüm. Cavab səhv almışdım. Bu qədər uşaqlar.